Salam aleykum hamını yeni videodan salamlayıram. Demək videonun da başlığından gördüyünüz kimi bu günlərə Şəkiyə gedib qayıdacağıq. Və hal-hazırda çıxmışıq yola. Demək ilk öncə nə edirik? Burada tripimizi yeniləyirik. Tripanı sıfırladıq. İndi hal-hazırda gedirik otelə. Gəlin yanacaq sərfiyyatına buradan elə hazır baxaq. Və sonunda bilərik ki, yanacaq sərfiyyatımız nə qədər oldu? Demək 1476.5-dir. Sonunda bura girib baxacağıq ki, nə qədər yanacaq sərf elədik. Buradakı nəticəni çıxıb hesablayarıq görək. Neçə litr yanacağımız getdi. Buna uyğun da mən özüm üçün hesablayacağım 95-dən. Çünki mən 95-dən istifadə edirəm. Kim ki 92-dən istifadə edir, onlar da özləri üçün hesablayar və yaxud elə mən də deyərəm, fərqi yoxdur. Tutaq ki 100 litr olacaqsa, məsələn deyirəm, onu vurursam 1.1-ə alınır 92 yanacaq, 1.6-ya vururuq, alınır 96 yanacaq. Burada çətin bir şey yoxdur. Bir də onu nəzərinizə çatdırım ki, mən 100% şarjla da evdən çıxıram. Bunu da hesablayarıq. Yəni bu da çıxılacaq. Təxminən aşağı yuxarı 1 manat 20 qəpik civarında. O da asılıdır sizin ay boyu istifadə etdiyiniz ümumi sərfiyyatdan. Çünki bilirsiniz ki, orada 3 cür hesablama var. 100 kilovata qədər 8 qəpikdən hesablanır, 100-dən 200-ə hesablanır 10 yoxsa 10.5 qəpiklə və sonuncu 3 kilovatı keçdikdə, yəni limit deyirlər. Həmən o limiti keçdikdə isə 15 qəpikdən hesablanır. Bu maşının da batarya tutumu bildiyiniz kimi 8 kilovatdır. 8-i də 1.5-ə vuranda 1.20 alınır. Yəni 1 manat 20 qəpik. Bu arada yanacaq vurmadım indi. Yol üstü vuraram. Bu qonaq nəsə biraz belə qəribə qonağa oxşuyur. Əvvəl düzdür, səhər sübh 7-nin yarısı deyilmişdi. Sonra qonaq yazdı özü, sağ olsun, mənə otelin qabağında gözlətdirmədi. Yazdı ki 7-də gələrsən. Həm də vaxt baxımından da bilərik ki, tur eləyib qayıtmaq, səhər 7-də çıx, sən 8-də çıx, fərq yoxdur. Ümumi olaraq neçə saatımız getdi, bunu da sizə bildirəcəm. Və bu videonu niyə çəkdim? Çünki kanalımızda Qəbələyə, Şahdağa getişlər haqqında məlumatlar var. Və hətta Qəbələdə hansı yerlərə gedə bilərsiniz, bilet qiymətlərinə kimi də demişəm. İndi bu videoda da həm ziyarət, həm ticarət, həm neçə saat vaxtımız getdi, onu deyəcəyik. Gedib gəlməyə neçə kilometrajımız da hazır burada olacaq, neçə kilometr və həmən bu kilometraja uyğun neçə litr yanacağımız getdi. Bu haqda da məlumat almış olacaqsınız. Və şəkildə də çalışaram ki, hansı yerlərə getdim, təxminən həmən yerlər haqqında sizə məlumat verim. Birinci səfərimdimi soruşsaz, xeyr, dəfələrlə getmişəm. 10 və yaxud da 100 dəfələrlə getmişəm Şəkiyə. Bir gündə gedib qayıtmışam. Biraz ağırdır. Normal hər gün və yaxud da aylıq, illik az maşın sürənlər üçün biraz çətindir. Çox da tövsiyə eləmirəm. Amma hətta taksi sürücülər üçün də tövsiyə eləmirəm. Çünki burada kilometrajımız təxminən bir 700 kilometr olacaq. 700, 750, 740, 780. Yəni hər dəfə bir cür olur. O da asıldır ki, biz Şəkinin özündə hətta belə haralara gedəcəyik. Belə bir də hansı yolu tutacağımı soruşursunuzsa, indi yol üstü də sizə göstərərəm. Ən qısa yolla gedirəm. Uzatmıram yolumu. Həm də o yol mənə sıxıcı gəlir. Söhbət el dili ilə desək Kürdəmir yolundan gedir. Mənim seçdiyim yol isə bildiyiniz Dədə Baba, yəni Şamaxı
İsmayıllı, Qəbələ. Oradan Oğuz, oradan da Şəkiyə gedirik. İndi vurdum sizin üçün də baxın. Mən hal-hazırda Babəkdəyim. Aşağı yuxarı şəhərin arasından çıxırsınız, çıxın. 290-300 arası, 310 arası. İndi uzaqdan biraz gəlsəz təxminən kilometraj göstərəcək. İndi mənim buradan otelə də getməyim var. Bu, yəni tursuz qiymətidir. Yəni Şəkin şəhəri içi də mən tur eləsəm təxminən 320-340 arası olacaq. İndi bilmirəm açığı şirkət haralara yazıb. Bəzən məsələn Kiş kəndinə gedilmir. İndi onlar hamısı şərtdir. Gedək qonağımızı götürək. Təxminən 300 kilometr yol göstərir gördüyünüz kimi və 4 saat 10 dəqiqə yazıb. Amma bu vaxt biraz yəqin ki çox olacaq bu dayanmadan və yazılan sürətlə sürülən ortalama hesablamadır. Təxminən 5 saat vaxtımız gedəcək. Bir tərəfli gedib gəlmək tək 10 saat edir. Düşünürəm ki turla bir yerdə təxminən bizim bir 13-14 saat vaxtımız gedəcək. İnşallah yenə də baxaq görək nə olur. Yol boyu xırda məlumatları verəcəm sizə. Demək Şəkidəyik, qonaqları düşürtmüşük. Xan sarayında. Gəlin baxaq görək. Neçə kilometr sürmüşük. Bura qədər. Təxminən elə 300 kilometr. 297.9. Yanacaq sərfiyyatımız da bura qədər 1487.4. Bir pauza verib baxaram və deyərəm ki Şəkiyə kimi təxminən nə qədər yandırmışıq, amma Şəki turu hələ indi başlayıb. Demək Karvansaray yolumuzun üstündədir. Xan muzeyindən sonra Karvansaray, oradan sonra Kiş kəndinə gedəcək, Alban məbədinə. Oradan da yol üstü qaydanda sağda Biogardana gedəcək. Elə Şəkinin demək olar ki əsas gəzib görməli yerləri bunlardır. Demək 1476.5 idi. Təxminən burada 7.5 olsa 11 litr təxmini yanacaq sərf eləmişik 297 kilometrə və əlbəttə ki üzərinə də gələk 1 manatda, yəni 50 kilovatda təxminən 50 kilovat deyirəm, estağfurullah, 8 kilovatlıq şarjla 40-50 kilometr ümid edirəm ki getdik. Çox gözəl nəticədir məncə. Bir tərəf üçün 300 kilometrə gözəl nəticədir. Qaydanda hətta bundan elə bilirəm ki az içməlidir, amma Şəki turu yenə də tam bitirməmişik. Biogardandan çıxanda tam burada göstəriciyə baxarıq və qaydandan sonra yenidən Bakıya çatandan sonra ümumi yanacaq sərfiyyatının hamısını sizə çəkib göstərəcəm inşallah. Demək Şəkidə turumuz olmadı. Elə Karvansaraydan birbaşa gedirik Qəbələyə. Qəbələdə Tufandağ otelə gedəcəyik. Oradan da birbaşa qaydacağıq Bakıya. Əgər heç bir dəyişiklik olmasa, çünki bu günləri turumuz tamam başqaydı, amma turumuz həm əvvəli, həm ortası, həm axırı dəyişdi. Ümid edirəm bundan sonra bir dəyişiklik olmaz. Bir də yadımdan çıxmışdı. İndi sizə onu bildirim ki, ümumi olaraq demək mən səhər 8-in yarısı çıxdım və mən 1-in yarısı artıq Şəkidəydim. Hətta yol üstü 2 yerə girdim də. Biri Şamaxıda Cümə məscidi idi. Biri də Qəbələdə Nuğurgöl. Hərəsində bir 20 dəqiqə olmaqla fasilə eləmişik. Ondan belə 5 saata çatdım. Hardasa normal sürsəz, normal sürətlə sürsəz 4 saata Şəkiyə çata bilirsiniz yəni bu yolla.
Dediyim kimi o Kürdəmir yolunu istifadə eləməyə ehtiyac yoxdur. Həm biraz uzundur, həm də mənə görə sıxıcıdır da, yəni bir sürətdə elə uzun müddət gedirsən. Burada baxma, bir mənzərə falan görsən, adam başı qarışır. Şəhərlərin içi ilə, zadı ilə gedirsən, başımız qarışır. Demək, gəldik, çatdıq. Qonağa da düşürtmüşük, artıq evə çatıram. 1 kilometr qalıb təxminən. Bu da yəni 619'dur. 620 kilometr ümumi gedib gəlmə məsafəmiz oldu. Yəni yürüyüşümüz 620 kilometr oldu. Yanacaq sərfiyyatı 1499'dur gördüyünüz kimi. 1476.5'də, yəni 22 litr yarım yanacağımız getdi. Bunu da 1.6 ilə vuranda, yəni 1 manat 60 qəpikdən vuranda ki, mən 95 istifadə edirəm. Bu da 36 manat pul eləyir. Yəni 36 manata Şəkiyə gedib qayıtdıq. Dediyim kimi, yəni Şamaxıda da saxlamışam. Qəbələdə də saxlamışam, həm gedəndə, həm qaydanda. Belə 620 kilometr məsafədir. Və sürüş olaraq desəz, mən bununla bağlı ayrıca da bir vlog çəkmişdim. Orada da demişdim, yenə də təkrar edirəm. Mən əksərən avto rejimdə sürürəm. Və əsasən də bu Qəbələ yolunda demək olar ki, istifadə eləmirəm, yəni save rejimindən. Və onu da nəzərinizə çatdırım ki, gedəndə də, gələndə də kondisioner yanılı olub, gördüyünüz kimi 24 dərəcədə qoymuşam birinci tempdə. Bəzən 2-yə qaldırdım, amma əksərən elə birinci tempdə olub. Bu gördüyünüz, yəni kondisioner dayanmayıb. Həm gedəndə, həm qaydanda kondisionerdən də istifadə eləmişik. Bununla belə yanacaq sərfiyyatımız göz önündədir. Əgər başqa nəsə suallarınız qalıbsa, buyurub verə bilərsiniz. İndi ola bilər hansısa məqamları demədim, yadımdan çıxıbsa verin. Ətraflı suallarınıza cavab verəcəm inşallah. Videonu bəyəndinizsə, zəhmət olmasa videonu bəyənin. Əlbəttə ki, kanala abunə deyilsə kanalımıza abunə olun. BYD avtomobilləri ilə bağlı çoxlu məlumatlarımız var və gələcəkdə yenə də olacaq. Belə, bu videodan da bu qədər. İnşallah gələn videolarda səslənərik. Özünüzə yaxşı baxın. Sağ olun.